Heç düşünmüsünüzmü, bəzən ən fundamental sözləri belə səhv tələffüz edərək bilmədən inancımızı təhlükəyə ata bilərik? İslamın təməli olan kəlmə-i şəhadəti düzgün demək nə qədər vacibdir? Əşhədü ən la ilahə illallah ilə əşhədü ənna ilahə illallah arasında kiçik bir fərq var, amma mənası böyükdür. Bəs bu fərq nədir? Ənla şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur deməkdir. Bu tövhiddir. Amma diqqətsizliklə deyilən əşhədü ənna ilahə illallah sanki Allahdan başqa bir ilah var mənasını verir. Bu da inkarçılığa aparır. Eyni şəkildə əşhədü ənla Muhammedən Rasulullah, Muhammed onun elçisi deyil deməkdir. Halbuki doğrusu əşhədü ənna Muhammedən Rasulullah, şahidlik edirəm ki, Muhammed onun elçisidir olmalıdır. Bir hərf, bir səs, bəzən fərq bu qədər kiçik, amma nəticə bu qədər böyük ola bilər. Düzgün tələffüz inancımızın təməlidir. Kəlmələrimizə diqqət edək, çünki hər bir kəlmənin dərin bir mənası var. Paylaşın ki, bilməyənlər də öyrənsin.